Hamıya salam əziz dostlar. Bugün sizlərlə yenidən Azərbaycan dili dəftərindən ikinci hissə işləyəcək. Gəlin başlayaq. Deyir ki, ana təbiətin uşaqlara məktubu mətninə əsasında suallara cavab ver. Ana təbiətə niyə ana təbiət deyirlər? Siz yazın ki, yer üzündə bütün canlılar onun balasıdır. Quşlar, heyvanlar nədən şikayət edirdilər? İnsanlar onları incitməsindən, ağacların kəsilməsindən, heyvanların öldürülməsindən şikayət edirdilər. Üçdə yazılıb ki, ana təbiət adam yaşadığı evi çirkləndirməz dediklərində haranı nəzərdə tutur? Yer kürəsini yazın. Ana təbiətin xahişi ilə insanlara müraciət etsəydiniz nə deyərdin? Ey insanlar, ağacları kəsməyin, heyvanları öldürməyin, suları çirkləndirməyin, yer kürəsini təmiz saxlayın. Dəqiqə. Yer üzünün uşaqları haqqında ana təbiətə uşaqlara məktubunun tərkibində söz və ifadələrdən istifadə edin. Əziz ana təbiət, bizə aydın oldu ki, təsəvvür edirik ki, çalışsaydıq ki, ümid edirik ki, amma mən deyəcəm, başqasını da göstərəcəm, onu da yaza bilərsiniz. Salam əziz ana təbiət, biz məktubunu oxuyub kədərləndik. Ona görə də gəmcim olduğunu səbəbçilər biz insanlarıq. Sənin gözəlliklərini biz insanlar məhv edirik. Biz şagirdlər söz veririk ki, kəsilmiş ağacların yerinə yenisini əkəcəyik, quşları yuva quracağıq. Düzəldəcəyik, parkda, küçədə, çimərlikdə, yerə zibil atmayacaq. Anamız təbiət, biz bütün insanların əvəzindən səndən üzr istəyirik. Ana təbiət, biz hər yerdə sənin məktubundan danışıb, insanları xeyirxahlıqla, təmizliyə, təbiət qorumağa çağıracaq. Hörmətlə sənin övladın vörgül qoyub siz öz adınızı yazın. Daha başqa cürdə bu cür yaza bilərsiniz. Əziz insanlar, ana təbiət bizə məktub göndərib. O bizdən inciyib və deyir ki, biz təbiətə ziyan vururuq, ətraf mühitini çirkləndiririk, ağacları kəsirik, heyvanları öldürürük. Gəlin yaşadığımız dünyanı qoruyaq, təbiətin qarşısına qalaq. Əgər belə etsək, ana təbiət bizə təşəkkür edər. Sağ olun dostlar. Gələn videolarımda görüşərsiniz. Amma ki, axırda da həmişə deyirəm ki, kanalıma abunə olub, like atmayı unutmayın. Bu mənim YouTube-uma gərəklidir. Sizi çox sevirəm. Sağ olun. Görüşənədək. Bye bye.